Demək yay aylarında evdə onda tətil olurdu da. Tətil vaxtlarında bir gün səhər-səhər bir gün ki, kənd uşaqları quzuları zad gətirərdi. Dərələrdə zad dərələrdə zad otarardılar. Elə mən də otarırdım. Sadəcə uşaq vaxtı adam o qədər oynayır ki, o qədər oynayır, tullanır, düşür, ağaca çıxır, nə ağacdan düşür. Yəni elə yatırsan ki, şirin-şirin. O necə deyərlər deyə bal kimi. Səhər-səhər adam dura bilmirdi yuxudan. Yadımdadır ki, anam mənə deyərdi ki, səhər-səhər. Bizim də evdə aşağıda da burada. Ana mənə deyər ki, səhər-səhər. Mənə gəldi deyir ki, bəs dur, başına dur. Kuzular qaldı, acından ölür, belə elə. Mən də indi yuxu şirin durmaq istəmirəm axı. Deyirəm, yaxşı, birazdan duraram. Deyir ki, bəs biraz keçir gəlir, deyir ki, bəs şeydir, nədir? Dostlarım getdi, sən qaldın, belə deyir ki, indi bəlkə duram. Nəyəsə deyirəm, yaxşı, indi duracam. Biraz keçir gəlir, deyir ki, bəs dur, get, təmiz havadır, belədir, elədir. Nəyəsə, axırda dururdum da, biraz belə gileylənə dururdum. Dururdum, bax, baburu ilə belə gəlirdim, quzuları götürürdüm, gedirdim şeyə, dəriyə. Gəlirdim baburu ilə belə, gəlirdim buradan. Baburu ilə belə, dəri ilə gedirdim. Birdən gedirdim, görün, sinif yoldaşlarımdan var idi, sonra biraz ya böyük ya uşaqlardan zaten var idi. Gedirdim, orada yol tökülən deyən bir şey var, dərə var, indi buradan görsənmir. Həsən Ali əmi də gəlirdi bir də, quzuları da götürüb gəlirdi. Orada bir dərə var, indi görsənmir, yol tökülən deyirlər, biraz o tərəfdədir. Oradan belə qalxırdım, yuxarısı düzənlikdir. Səhər tezdəndən olurdu, təzə gün qalxırdı da elə. Gəlirdim, çıxırdım o düzənliyə. Düzənliyə çıxanda hiss eləyirdim ki, təmiz hava da var da, insan ciyərləri o təmiz hava ciyərlərinə gedirdi. İnsan başlayırdı rahat nəfəs almağa. Və bu tərəfdən də, bu Cənubi Azərbaycan tərəfdən, o tərəfdən də görsən günəşin işığı düşürdü. İnsanın sifətində başlayırdı sayrışmağa. Çünki bulutlar keçirdi günəşin şüalarının arasında, bir də görürsən ki, insan gözünə düşürdü, insan gözün qıyırdı, belə sifətində belə sayrışırdı. Getdikcə də o günəşin istisi insan sifətində o təsiri artdıqca, nüfuz elədikcə insanın orqanizması xoşbəxtlik hormonu olan serotonini ifraz eləyir deyim günəş şüasında. İnsan özünü o qədər xoşbəxt hiss eləyirdi ki onda. Həm təmiz havanın təsiri, həm günəş şüasının təsiri, həm də hərəkət eləyirdin. Bədən endorfin ifraz eləyir. İnsan o qədər özünü rahat, yüngül hiss eləyirdi ki. Və bəzən də dönüb geri baxırdım bu dağların gözəlliyinə. Bütün bunlarla birlikdə insan özünü çox xoşbəxt hiss eləyirdi. Xoşbəxt hiss edəndən də sonra istər-istəməz avtomatik olaraq insanın beynindən minnətdarlıq hissi keçirdi ki, nə yaxşı ki, mənə durğuzub göndərdilər. Sabah yenə də gələcəm. Və belə bir neçə gün adam səhər tezdəndən rahat durub gəlirdi. Amma bir neçə gündən sonra yenə də çətinliklə adam dururdu. Çünki o qədər, bütün günü o qədər ora-bura qaçırdın ki. Qaçırdın, yəni fiziki işlə də məşğul olurdun, çıxırdın ağaca meyvə yeyirdin. Həyat bacada nəysə işlər görürdün, sonra gün ərzində bir neçə dəfə yenə də dəriyə qalxırdın, düşürdün. Bu adamı yorurdu. Səhər tezdən ona görə adam biraz çətin dururdu yuxudan. Bax, kənd yeri belədir. Əziyyəti də var, ləzzəti də var, gözəl dadlı meyvələri də var. Bulaqlarımızın suları çox dadlı idi, meyvələrimiz çox dadlı idi. Və belə. İnşallah buralarda bir evlər tiksəydi, cəmaət gəlib buraya yığsaydı, yenə də yarımçıq qalmış burada keçirdiyimiz həyatımızı davam edərdik inşallah.